vətəndaşlıq o deməkdir ki, hər bir işə öz qüvvənə yanaşmalısan. Ona görə də mən öz könüllü olaraq könüllülər sırasına qoşuldum. Bu minvalda mən MDB oyunlarına qoşuldum, iştirak elədim axıra kimi. Deyirlər ki, könüllülər məsələsi var. Mən də getdim könüllülər burada mərkəzdə mərkəz var burada. Mərkəzə yanaşdım, könüllülər mərkəzinə yanaşdım. Sənədlərim qəbul edildi. Məni könüllülər sırasına qəbul edildilər. Sonra davam elədim. Vəssalam. Öz nəvələrim yaşında gənclərlə çalışmışam bu müddət ərzində. Çox xoş oldu mənə onlarla işləmək. Həm onların gözəlliyi, onların rəftarı mənim üçün, rəftarımı qəbul edədilər. Sonra mənə tapşırıq verdilər ki, biz futbol oyunlarına baxırıq əsasən. Futbol stadionda, əsas Qəbələ şəhər stadionunun əsas korpusunda biz yarışlara nəzarət edirdik. O korpusda mənə tapşırıq verdilər ki, siz yaşlı olduğunuz üçün sizin bu qonaqları qəbul edəcəksiniz, o yerləşdirəcəksiniz. Onların demək, stadion nizam-intizamlı qaydalarını rəayət ediləcəksiniz. Vəssalam işte. Bu müddət ərzində təkrar deyirəm ki, biz çox gözəl ünsiyyət oldu bizim aramızda. Könüllülərlə, gənc könüllülərlə. Çox xoş oldu. Həqiqətən cavanlaşdım ki, mən bugünkü gündə də görürəm, o xəyallardan qutara bilmirəm mən. Ki, nə gözəl gənclərlə işləmək xoşdur. Mənim fəaliyyətim 1977-ci ildən başlayıb bank sahəsində. Mən bank mütəxəssisi olmuşam. 35 il bankda işləmişəm. Qüsursuz işlədim. Sonra təqaüdə çıxdım. Təqaüdə çıxandan sonra arıçılıqla məşğul oldum qısa bir müddətdə. Gördüm ki, o qısa müddətdə mənə effekt vermir. O savad, o arıçılıqda mən ala bilmirəm. Ona görə də mən məktəbdən elanlar gördüm. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə sənədlərimi verdim, qəbul oldum. Sonra 15 sentyabrdan dərs başladı. Mən elə bir müəllimlərdən dərs alıram ki, o aldığım dərsləri elə bir ki, mənim üçün xəyaldır. Mən səhər 9-dan bu yaşımda, saat 3-ə kimi, saat 15-ə kimi demək istəyirəm ki, 15-ə kimi 7 saat fasiləsiz otururuq, biz yorulmuruq. Qrup yoldaşlarımla. Müəllimlərə mən təşəkkür edirəm. Bizə yaxşı təhsil verir. Hər yaşın fərqi yox, onun fərqi yox, yaşın fərqi yoxdur oxumağa. Nə vaxt təhsil ala bilər? Mən indi gördüm ki, o arıçılıqla məşğul olan dövrdə gördüm ki, həqiqətən təhsil lazım imiş. Təhsil lazım imiş. Mən Azərbaycan vətəndaşıyam. Hər birimiz Azərbaycanın, dövlətin, xalqın mənafeyini işləməlidir. Onu sevməlidir. Biz də, mən özüm şəxsən və könüllü yoldaşlarla iştirak elədik həmin dövrdə. Sonra gənclərə mənim tövsiyəm budur ki, xalqına, dövlətinə, millətinə sadiq qalsınlar, könüllü işləsinlər. Könülsüz heç nə yoxdur qəlbə. Gəlin könüllü olmalıdır. Hər bir işdə könüllü olmalıdır. O aydın məsələdir ki, mən o gənclərdən bir neçəsi ilə telefon danışırıq, hər əlaqələrimiz var, WhatsApp-la, telefonla, gündəlik əlaqələrimiz var. Mən onların xəyallarını yaşayıram. Onlar gənc daxır. Onların fikirləri daha çoxdur. Bu minvalla mən həmişə istəmişəm, bir gün də istəyirəm ki, gənclərlə işləyəm. Gələcəyə də mən müsbət baxıram bu minvalla. Allah imkan versə, bu yaşıma imkan verərsə, yenə başlayacağam, çalışacağam ki, gənclərlə çalışam. Mənim yaralıma yerimə toxundunuz. Mənim hələ taylarım, tuşlarım, öz yoldaşlarım, hələ mən dedim, sən könüllü, nə tərq edərsən, nə eləyərsən, nə artıq dedim, yox. Könüllü, mən gedirəm ora, mən gedirəm ora könüllü və yoldaşlar mənə xoş təsərrüfatla, sonradan xoş münasibət göstər, həqiqətən xoş münasibət göstər. Mən könüllülərə qoşulanda yoldaşlarım, dostlarım məni əvvəlcə qınadılar. Dedilər ki, sənin bu yaşında sən könüllü ola bilməzsən, sən cavanlarla işləməlisən, cavanlarla taytuş olmalısan. Dedim, yox, mən bu yolu gedəcəm. Dedilər ki, mənə ki, get nərdi oyna, domino, nə bilim, mən idmançıyam özüm də, futbol oynayanam, futbolu çox sevirəm. Get futbol oyna, sən nəvələrin yaşındadır, sən onların nə işi var? Dedim, yox, mən gedəcəm və axıra kimi də getdim, şükür olsun Allaha. Yolda aləm də mənə bu şeydə əvvəlcə qınaq kimi qəbul elədi. Həyat yoldaşım, sən bu yaşda sən gedib cavan uşaqlarla nətər oynayacaqsan, nətər rəftar eləyəcəksən. Mən dedim, yox,
Ancaq oğlum, qızlarım, övladlarım, ələxüsus nəvələrim bu işə çox sevinib. Mənim nəvələrim, çoxlu nəvələrim var. 10-a yaxın nəvəm var. 3-ü institutda oxuyur, institutda oxuyur. Çox məmnunam, xoşbəxtəm ki, mənim belə bir ailəm var. Bakıda olan uşaqlar hər gün zəng edir. Hələ bir nəvəm də burada könüllü oldu. Bakı Tibb Universitetində oxuyan tələbəm, nəvəm gəlib burada könüllü oldu. Mən əvvəlcə könüllülərə qoşulmaq üçün bura gəlib müraciət edəndə, əvvəlcə şəxsiyyət vəsimi soruşdular, mən də təqdim elədim. Dedi, dayı, sənin yaşın biraz çoxdur. Nə tərsən gəlmişsən, nə məqsədin var sənə? Dedim ki, MDB onları iştirak eləmək üçün. Buna əvvəldə müəyyən dövrlərdə, əvvəlki dövrlərdə iştirak eləmişəm, müəyyən sahələrdə, dövlət tədbirlərində. İndi isə könüllülər sırasına qoşuldum. Mənə əvvəlcə həqiqətən bayaq dediyim kimi dedi ki, sən yaşlı, dedim, yox, mən mütləq bu yolu gedəcəm. Qəbul edilər, sağ olsunlar, qəbul edilər məni də, səmimi qəbullər. Mənə çoxlu suallar verdi, Hələ axıra kimdə idmanla da, dedim, bəli, mən idmanı sevmişəm və sədaqətlə xalqıma, dövlətimə xidmət eləmək üçün çalışıram. İdman Nazirliyi və təşkilatlar tərəfindən çox yüksək təşkil olunmuş bizim futbol demək, əsasən mən futbol sahəsinə baxmışam. Çox gözəl təşkil elədi, qonaqlar da razı oldu. Azərbaycan Rusiya ilə finalda görüşdülər. Düzdür, Azərbaycan uduzdu 3-2. Ancaq çox məmnun oldular. Qəbələnin gözəlliklərinə vurdular, eşqinə. Elə bil ki, onlar öz doğma vətənləri kimi qəbul edirlər. Çox mehriban, səmimi qəbul edirlər. Ailəliyəm. 4 övladım var, 2 oğlum, 2 qız. Hamısı həyat qurublar özləri üçün. Xoşbəxt yaşayırlar. Nəvələrim var, 10 nəvəm var. Onlardan 3-ü universitetdə oxuyur. Xoşbəxt bir ailənin üzvüyəm, rəhbəriyəm, ailənin rəhbəriyəm. Təməl daşını yaxşı qoyur. Hər bir ailə təməl daşını yaxşı qoyursa, onun axırı xeyirli olur. Mən də bu böyük bir Azərbaycan sülaləsinin bir nümayəndəsiyəm və özümü xoşbəxt hiss edirəm. Tanıyanlar deyir ki, baba hara, nəvə hara. Oğuldur deyil, övlad deyil, nəvə deyil. Bu çox gözəl qəbul edirlər. Biz həqiqətən qəbul edirlər, mən səmimi deyirəm. Özüm cavanlaşıram, bəs günü-günə ki, mən bu yaşda, yenə təkrar olmazsa bu yaşda mən nəvəmlə İdmanla Azərbaycan MDB-ni 3-cü MDB oyunlarda iştirak eləmişəm. Qürur hiss edirlər, əlbəttə, fəxr edirəm. Vəssalam. Mən bu gündən sonra yaşamaq üçün ali təhsilimi alacağam, Allah qoysa, arıçılıqla məşğul olacağam.